Gözümün qabağında bu Əhədburun kokteylə 70 min ödəyən gənc arvadı haqqında da bir xəbər var. Çox dəhşətli bir xəbər oxudum. Sən demə onların şirkətlərinin, deməli, şirkətlərinə məxsus bir avtomobil, sən demə, ötən il, 1 il 4 ay bundan əvvəl, deməli, Şabranda bir ailəni, necə deyərlər, faciəsinə səbəb olub. Ailə üzvlərindən olan bir körpə ölüb hadisə yerindəcə, 2 uşaq yaralanıb, ata yaralanıb, ana yaralanıb. Onlara cəmi məhkəmə 8 min pul kəsib. Bu adam, bu şirkət, bu tikinti şirkəti o 8 min manatı 1 il 4 ayda vermir. Hansı ki bir ailənin faciəsinə səbəb olub. Bir körpə ölümünə səbəb olub. Amma o evin, o şirkət sahibinin arvadı bir kokteylə 70 min AZM pul verir. Mən dəhşətə gəldim ki, bir kokteyl, bir deməli, şüşə kokteyl, deməli 70 min manat, 70 min manatı, ay Üzeyir bəy, heç bir ildə, bir il yarımda biz qazana bilmirik. Mən dəhşətə gəldim. Düzdür, iş adamı deyərlər ki, qazanır, eləyir. Özü bilər, yəni pulu qazanır, arvadı istəyir, lap belə 100 min, 170 minlik içsin. Amma söhbət, əgər burada onun tikinti şirkətinin bir ailənin faciəsinə səbəb olması və məhkəmə qərarlarını icra etməməsi olmasaydı, mən heç məsələyə toxunmazdım. Amma gör nə qədər bespredeldir ki, bu adam məhkəmə qərarlarını saya salmır. Baxmayaraq ki, o pulları Azərbaycanda qazanırsan, burada müəyyən layihələrdə, dövlət layihələrində özə rol alırsan, o pulları sənə bu ölkə qazandırır. Sən amma ölkənin məhkəmələrinin qəbul etdiyi qərarları belə saymazdan gəlirsən. Puluna minnət, Ləman xan. Puluna minnət. Nə var ki burada? Mən baxdım bu Diyanıçkaya baxdım. What is your name? My name Diyanı. Baxırdınız, görürdünüz onu, üzr istəyirəm. Az qalmışdı elə Dubayda, elə Dubay sayağı bir gecə klubunda. Bunu sağ tərəfdən biri qucaqlayırdı, sol tərəfdən biri qucaqlayırdı. Üzr istəyirəm sizdən və tamaşaçılardan. Nə vardı onu deyirəm. Videosu da var, baxa bilərsiniz siz. Məsələ burasındadır ki, o bir qədəh kokteyl, hansı ki 70 min manat, yəni civarında, o 3 ayrı-ayrı deməli içkidən hazırlanmışdı və orada bir növ belə deyək, auksion idi. Hərracda hamıdan da bu ağıllı çıxdı və o 70 minlik bu qədəhi başına çəkdi, bir-iki qurtumladı və sonra da getdi işinin dalınca. Yəni, məsələ burasındadır ki, Ləman xanım, Azərbaycanın, üzr istəyirəm ifadəmə görə, Azərbaycanın başına bu yazıq dövlətimizin, xalqımızın başına o qədər oyunlar gətirirlər. Azərbaycana sanki özlərinin bostanı kimi bu tip adamlar yanaşırlar. Azərbaycan bilirsiniz necədir? Müqəddəs bir yerdir. Mən bəzən yenə də deyirəm, ona görə yox ki, mən buradan indi başlayacaqlar yenə də o taxtabaş yığınağı ki, bunlar pafosla danışırlar. Doğrudan da Azərbaycan o qədər müqəddəsdir ki, mən hərdən oxuyanda ki, hansısa bir başını itirmiş bir adam 35-ci dəfə həccə gedir, 35 dəfə həccə gedir. Siz də oxumusunuz, mən də oxumuşam. Adama deyərlər ki, sən 35 dəfə həccə getmirsən, ya alverə getmirsən. Aydın məsələdir, bilirsiniz necədir? O 35 dəfədən 2 dəfə get, 3 dəfə get. O Rus demişdi, nurlarına 4 dəfə get. 35 dəfə nədir ki? O 30 dəfə getdiyin o pulu bizim o bəzi hər sahənin özünün monopolistləri var da. O pulu heç olmasa bir qaziyə, bir şəhid ailəsinə, bir nə bilim kiməsə ver. Onun savabı, onun necə deyirlər, belə deyək də, dərəcəyə düşməsi daha üstün olar. Nəinki sən gedəsən orada, nə bilim, mən həcc ziyarətinə gəlmişəm. Həci gəlir, həci gəlir. Neçə, bilmirəm, bunlara deyəsən, bu yaxınlarda orden də olsa, həcilərin ordeni də olsa, mən təəccüblənmərəm. Adam istəyir ki, Allah qədənim olsun desin. Yox, bilirsiniz necədir? O Şimali Koreyada bilirsiniz də, Kim Çın Inın o yetirmələri az qala corabından papağına qədər orden medallar taxırlar. Bilirsiniz də, yəqin orada o şalvarın yarısına qədər orden medaldır. Bu 35 dəfə nə deməkdir? Mənə çatmır. Bu din xadimləri də susurlar ki, qardaş, bu
həccə başa düşürəm, bu sizdən məndən çox əziyyət çəkir. O halal pulla gedir. Dediniz də halalı mən necə, yəni əlimlə də göstərirəm. O Ləman xanımla çox, yəni savadlıdır, çox dünya görüşlüdür. Üzeyir Cəfərovdan vaxtı ikən müharibədə iştirak edən bir adamdan çox belə deyək də savadlıdır. Onun trolları var. Durub deyir ki, bu necə polkovnik olur? Deməli, mənim 25 il hərbi xidmətimi bu adam görməzdən gəlir. Mənim müharibədə iştirak eləməyimi deyir, bu Bakıdan qırağa çıxmayıb. Fikir verin də, yəni bunlar o qədər tərbiyəsiz. Özdə Ləman xanım, mən sizə bir şey deyim. Mən sizə bir bacı kimi böyük hörmətim var. Ümumiyyətlə, Laf TV-yə də, ümumiyyətlə, həmkarlarımın hamısına böyük hörmətim var. Son vaxtlar bu əxlaqsızlıq yolunu biz nədən başladıq? Bu Dianadan başladıq da. Əxlaqsızlıq yolu ilə trollluq eləyən və başqa yolu tutan xeyli sayda zərif cinsin nümayəndələri də var, Ləman xanım. Təəssüflər olsun ki, mən yəni çox narahatam. Yəni onların belə o hərəkətləri məndə hiddət doğurur. Necə olur sən üstündə Azərbaycanlı adı gəzdirirsən, amma min oyunlardan çıxırsan. Onların əxlaqını pozan səbəb dediyimiz səbəbdir. Puldur. Pul olan yerdə nə Azərbaycanlı, nə əxlaq, nə bilim ailə dəyərləri, nə bir şey. Ey Üzeyir bəy, vəziyyətimiz çox ciddi və çox kritikdir.